Salam əziz dostlar, 4-cü SMM dərsimizə xoş gəldiniz. Bugün də dizayn dərsi keçirək, amma demək olar ki, sonuncu dizayn dərsimizdir. Və bugünkü proqramımız CapCut'dır ki, daha çox video üçün gedir. Videonu düzəliş etmək, hər bir şey ki lazımdır sizin üçün video barədə videonu düzəltmək və paylaşmaq üçündür. Və bu sonuncu dizayn dərsimizdir. Bundan sonra əsas SMM dərslərimiz başlayacaq ki, necə biznes səhifə açaq, necə onu aparaq, necə SMO edək, necə reklam qoyaq, hamısını sizə keçəcək. Amma niyə ilk dizayndan başladım? Çünki dizayn əsasdır və xeyli önəmlidir və siz biznes səhifənizi ilk dizayn ilə dizaynlar qoymalısınız, yaratmalısınız, cəlbedici şey düzəltməlisiniz, sonra yavaş-yavaş onu reklama qoya bilərsiniz. Və mən həmişə deyirəm, SMM hər şey birlikdədir. Belə bir şey deyil ki, mən deyim ki, məsələn, bu hissəni yola verirəm, bu hissəni baxıram, bunu reklama qoyuram, bunu qoymuram. Belə bir şey yoxdur. Biz bütün qeydlərə fikir verməliyik, bütün hissələrə fikir verməliyik. Dizayn yaxşı olsa, reklam yaxşı olacaq, reklam yaxşı olsa, müştəri gələcək. Dizayn pis olsa, reklam nəticə verməyəcək. Siz pis dizaynı ən böyük mütəxəssisə versəz, yaxşı necə verə bilməyəcək, çünki heç kimi cəlb edə bilmir. Ona görə biz dizayna xeyli fikir verməliyik. Və mən ilk dizayn dərsi sizə keçirəm və sonra başlayıram ki, hələ necə o səhifəni apara bilərik. İndi başlayaq CapCut ilə işləmə. CapCut belə ki dedim, əsas video üçündür. Video üçün çox proqram var, amma demək olar ki, hal-hazırda telefonda ən məşhuru CapCut'dır. Onun rəqibləri də var, InShot kimi ki, təqribən eynidir, amma hal-hazırda ən çox CapCut gedir. Ona görə mən CapCut'ı sizin üçün keçirəm ki, necə işləyə bilərsiniz. Keçən dərslərdə necə şəkil yükləyə bilərik, necə video yükləyə bilərik, necə şəkillərimizi Canva ya Canva ilə düzələ bilərik, hamısını sizə keçmişəm. Əgər o videolara baxmadınızsa, gedin mütləq baxın, yaxşı şeylər öyrənəcəksiniz. Bugün də CapCut'ı keçirəm, amma vaxta görə ancaq mübtədi şeyləri keçə bilərəm. Yəni, hər şey sizə izahat verərəm, amma o qədər böyük bir dünyadır ki, bir video azdır onun üçün. Bir hissəni mən sizə dərs keçirəm, bir hissəni özünüz evdə məşq etməlisiniz, öyrənməlisiniz. Belə ki, siz gəlirsiniz harda, həm iPhone üçün var, həm Android telefonlar üçün var. Gəlirsiniz, CapCut yükləyirsiniz. Logosu da buradadır. Görürsünüz, səhv şey yükləməyin. Çünki CapCut yükləndə ola bilər belə reklamlar çıxsın. Baxın, bu da ona oxşar bir şey düzəlib birinci, amma o deyil. Əmin olun ki, CapCut'ı yükləyirsiniz. Və mən ilk gedirəm harda, məsələn, mən indi videom yoxdur. Hala uzun da çəkə bilərəm əgər videom olsa, amma indi bu telefonda video yoxdur. Ona görə ilk gedirəm, məsələn, yadınızda olsa Pixabay və Pixels. Bunlar şəkil və video yükləmək üçündür. Mən burada, məsələn, burada videoya gedirəm yuxarıdan və burada, məsələn, yazım food, məsələn. Çünki bir dənə food barədə video var. Burada bir neçə dənə məsələn əlavə edə bilərəm. Məsələn, bu salat yaxşıdır. Hardaydı, yadınızdadır, yaşılı vururdum. Hala bu az keyfiyyətli oldu, amma eybi yoxdur. Daha yaxşı keyfiyyətdə ola bilərdi. Və məsələn, bu da qəşəngdir. Kofe içmək qəşəngdir. Yaşılı vururam. Keyfiyyəti burada seçirəm. Yenə yaşılı vururam, download edir. Hala, bu qədər. Bəli. 3 dənə video məncə bəsdir. Çıxıram buradan. Gedirəm hara? Baxın, CapCut'a gedirəm. CapCut belə ki, baxırsınız, belə bir menü var. Yuxarıda mavi rəngində yazıb ki, New Project, yəni yeni bir project yarat. Videonuzu qoyursunuz və başlayırsınız. Belə balaca döymələr də var ki, yəni daha asan iş görmək üçün gəldi. Məsələn, foto editor da var, yəni şəkili düzəltmək, AutoCAD da var. Arxa fonu silmək var, yazıb ki, Remove Background, baxırsınız buradadır. Remove Background, Retouch var, düzəltmək üçün kamera var.
All Tools var ki, mən seçəndə belə bütün imkanları göstərir ki, mən burada mənə lazım deyil, çünki əsas proyektdə sizə göstərirəm. Auto Caption var ki, əgər düz yadımda olsa ödənişlidir. Yəni ödənişli istifadə edə bilərsiniz. Bir sual ki, tələbə soruşur odur. Ancaq telefondadır, xeyr, kompüterdə də olur, kompüterdə də hətta yükləyə bilərsiniz, istifadə edə bilərsiniz kompüterdə, hətta daha rahatdır. Amma mən telefonda keçirəm. Heç nə, mən mavini seçirəm, New Project. Məni aparır hara? Qaleriyaya. Əgər ki, sizdən icazə soruşsa, o icazəni verin. İcazə istəyir ki, getsin qaleriyadan sizin üçün video getirsin. Mütləq o icazəni verin ona. Verməsəz işləyə bilməyəcəksiniz. Və mən burada hər 3 videomu seçirəm ki, yüklənmişəm. Burada göstərir. Keyfiyyəti məsələn deyirəm HD. Hala HD keyfiyyəti məsələn burada üçün yaxşıdır. Add edirəm. Aşağıda add yazmışdı. Bilmirəm gördünüz yoxsa yox. Əgər görmədinizsə yenə gedin biraz video arxaya aparın, baxın. Baxırsınız belə bir ekran gəlir. Yuxarıda keyfiyyəti göstərir. Mənə yuxarıda baxın, bura yazır ki 1080p. Əslində burada biraz çətin göstərir sizə. Biraz televizyonu arxaya aparın, baxın, baxırsınız. Hə, bəli, belə baxırsınız. Biri yazıb 180p, biri də yazıb export. Mən bu exportu vursam, bu ucu gedəcək qaleriyaya. Mən bunu indi vurmayacağım. Nə zaman vuracağım? İşim bitəndə. Bu 1080 keyfiyyətdir ki, onun üstünə vuranda, bu da yenə indinin işi deyil. İş bitəndə bu işləri görürük. Deyir, resolution nə keyfiyyət olsun? 1080 həm belə olar, demək olur ki, HD-dir və 2K, 4K də var. Baxırsınız, axırdadır, buradadır. Bu birinci keyfiyyətdir. Frame rate deyəni nə qədər yumuşaq getsin bu video. Məsələn 30 pis deyil. Nə qədər daha çox eləsəz keyfiyyət daha yaxşı olur. Amma biraz mən bunu gətirim öz yerinə. Keyfiyyət daha yaxşı olur, amma çox ağır olur video. Yəni həm çox gec hazır olur, həm də məsələn 2 GB, 3 GB sizə video verəcək ki, o qədər məncə ehtiyac yoxdur. Məsələn, əgər Instagram ya Facebookda paylaşmaq istəyirsinizsə, bu 30 kifayətdir. Hətta 1080 də kifayətdir reklam üçün, Instagram, Facebook üçün. Hətta YouTube olsun, o zaman məsələn deyirəm 2K ya 4K, amma Instagram, Facebook üçün bunlar kifayətdir. O birilər də daha professional şeylərdir ki, məsələn optical flow var, məsələn code rate var ki, neçə megabayt olsun. Məncə onlara ehtiyacımız yoxdur, əl vuraq. Yaxşı, və o yuxarı hissəsi. Aşağıda da bu hissədə o videoları ki, əd elədik göstərir. Məsələn, mən 3 dənə video qoydum. İlk bu video bitəcək, sonra bu video. Hələ bunlar adiyyatı yoxdur bir-birinə, amma əd elədik ki, işləyək. Ən axırda da öz logosunu qoydu. Belə. Mən onu istəmirəm. Üstünə vururam. Aşağıda baxın bir dənə zibil qabı var. Vururam, silir. Heç nə, getdi o. Gedirəm videolara. Baxın, hər video üstündə vursaz, o videonu seçirsiniz. Baxın, yəni mən indi bunu vurdum üstünə, o biri üstündə heç nə yoxdur. İndi getdi o birini. Baxın, ağ ilə göstərir ki, dəyişir. Görürsünüz? Mən çünki üstündə vurmuşam. Əgər aşağıda başqa yerə vursam, məsələn elə-belə bir yerə, o gedəcək. Yəni hal-hazırda mən onu seçməmişəm. Və heç bir dəyişmə baş vermir. Çünki mən ilk onu seçməliyəm, sonra üstündə işləyə bilər. İndi mən yenə üstünə vururam. Ağ oldu, baxırsınız. Aşağıda menü var. Aşağıda bir menü var. Bu menüyü mən videonu seçəndə dəyişir. Baxın, mən indi videonu seçəndə dəyişir. Niyə? Çünki indi o şeyləri göstərir ki, videoya bağlıdır. Amma videonun çıxanda başqa şeylərdir ki, məsələn, musiqi əlavə edə bilərsiniz, yazı əlavə edə bilərsiniz. Amma əgər video özünü nəsə düzəltmək istəsəz, burada birinci yazıb edit, baxırsınız. Ya bu, ya video üstü. Əgər editi vursam da özü gedir videonu seçir. Və bu edit, yəni video üstündə işləmək. Yaxşı, nələr işləyə bilərik? Məsələn, bu video gedir. Bu hissə ki, bu adam yemək gətirir, silmək istəyirəm. Bu hissə, baxın, gəlirəm, dəqiq oradakı o gəlir, silmək istəyirəm. Birinci yazıb split, baxırsınız, split.
Bu yəni kəsmək. Yəni bir qayçı kimi kəsir o hissəni. Bir buranı kəsirəm. Baxın bu oldu 2 video. Baxırsınız? Oldu 2 video. Gəlir kişi yeməkləri qoyur. Məsələn getdi. Bura ki gedir. Bura məsələn buralar getdi. Burada getdi. Yenə split'i vururam. Yəni bu tərəfə qayçı elədim. İndi bu tərəfə də qayçı edirəm ki silim. Yenə qayçı edirəm. Qayçı. Bu hissə ki baxın kişi gəlir gedir burdadır. İndi mən bu hissəni seçirəm. Aşağıda zibil qabı. Vururam. Getdi. Baxın. Baxırsınız o adam yoxdur. Bu split buna görədir. Ki buradadır. Baxırsınız. Ki mən bu hissə birinci aşağı solda. Mən əgər ki kəsmək istəsəm bir hissə videodan bununla kəsirəm. İkinci volume ya videonun səsidir. Məsələn, hala bunu mən çünki yükləmişəm, heç bir səsi yoxdur. Amma ola bilərsiniz bir videonuz olsun, səsi var, səsi bağlamaq istəyirsiniz. Məsələn, salonunuzdan video çəkdiniz. Bu salonda səs gəlir, səs küləkdir, çox hər kim danışır, onu kəsib musiqi qoymaq istəyirsiniz. Ya özünüz danışmaq istəyirsiniz. Volume'u seçəndə videonun səsini göstərir. Bu videonun səsidir. Ki mən bunu belə bağlaya bilərəm. Deyirəm mən bu videonun səsini istəmirəm. Ya hətta çox edə bilərəm. Məsələn zəifdir, musiqi də qoymaq istəyirəm. Adamın səsi gəlmir, daha çox edə bilərəm. Və buradan mən videonun səsini seçə bilərəm. Amma əgər 2-3 dənə video olsa ya videonu qayçı ilə kəssəm, hər birini dənə-dənə seçib gedib o səsi bağlamalıyam. Çünki bu hər bir video üçündür bu hissə, səs. İndi baxın, yenə mən gəlirəm. Bu videoda yenə səs gəlir. Baxırsınız, yenə getsəm bu videoda yenə səs gəlir. Mən dənə-dənə bağlamalıyam, əgər neçə video olsa. Ki, məsələn, neçə yerdən çəkirsiniz, bir-birinə bağlamaq istəyirsiniz. Və bu birinci hissə. Yenə mən editi seçirəm, yenə gəldi. Və volume'u da dedim. Animation nədir? Məsələn, bu hissələri ki, mən kəsdim. İstəyirəm bir fərqli gəlsin. Birdən-birə bundan ora getməsin. Animasiyalar onlar üçündür. Məsələn, istəyirsiniz, baxın yazıb in, yuxarıda baxın yazıb in, out və combo. Baxın, necə bu ikinci video başlasın? Məsələn, belə başlasın. Nə baş verəcək əgər tik vursam, belə olacaq, baxın. İndi çatırıq ikinci videoya. İkinci video animasiya ilə başlayır. Və bu animation buna görədir ki, necə bir video başlasın, ya auto seçsək, necə bir video bitsin. Və bu animasiya ki, buradadır, üçüncü onun üçündür. Effekt nədir? Video effekt, style, bu şeylər video üçündür. Nə effektlər vermək istəyirsiniz? Məsələn, adam olsa gözəlliklərdir, ya belə effektlərdir ki, mən məsələn onları keçmirəm, çünki bu blogerlər üçündür. Ki face'i dəyişməkdir, belə effektlərdir ki verirsiniz. Hala biz ümumiyyətlə SMM-də o qədər belə effekt istifadə eləmirik, amma siz uzunuz baxa bilərsiniz evdəki, baxın adamın məsələn uzunu dəyişir, belə işlər görür. Hala o bizim üçün o qədər lazım deyil. Effektlər və video effekt də eyni şeylərdir. Baxın məsələn belə effektlər verir video üçün. Məsələn reklam çəkirsiniz, belə bir effekt verirsiniz, videonuzu belə eləyir. Ya belə eləyir. Belə effektlər də istifadə edə bilərsiniz. Bu effektlər pis deyil məsələn. Əgər ki, özünüz o yaradıcı olmaqdan asılıdır ki, necə siz video çəkirsiniz ki, bu effektlərdən istifadə edin. Və bu da oldu effekt. Qayıtdım və belə ki, yenə video split'i dedim, volume'u dedim, animation'ı dedim, effekti dedim, zibil qabıdakı göstərdim. Sizə harda lazımdır silə bilərsiniz o hissəni. Speed videonun sürətidir. Onu vuranda ya normal speed, ümumiyyətlə videonu tez eləmək. Ya curve'dir, yəni istəyirsiniz video yavaş başlasın, sonra sürətli olsun, ya normal başlasın, sonra sürət aşağı gəlsin. Belə seçə bilərsiniz. Necə video getsin. Hətta özünüz deyə bilərsiniz ki, belə yavaş-yavaş başlasın, sonra sürətli olsun, sonra belə şey. Bu harda çox işləyir bu speed? Buradadır, baxın. Hardadır? Aha, seçmədim videonu.
Speed harda uzunu göstərir. Gördünüz ki, məsələn, ünvanı video çəkirlər. Metrodan çıxır, belə telefon əlində gedir mağazanı göstərir. Amma bəzi hissələr ki, küçəyə çatanda göstərir ki, məsələn, bu filan küçədir, adı budur. Ya bu filan metrodur. Ya burada sola girin, burada sağa girin. O hissələr video dayanır, yavaş göstərir, yenə sürətli olur. Bu hissədir. Videonu hissə-hissə kəsirlər. Bəzi hissələri sürəti çox eləyirlər, bəzi hissələri sürəti az eləyirlər ki, o ünvanı yaxşı göstərsin. Yəni o belə bir məsələdir. Əgər ki bilmirsinizsə necə belə. Videonuzu gətirirsiniz, ilk çəkirsiniz, sonra gətirirsiniz bura. O hissələr ki lazımdır, qayçı ilə, split ilə kəsirsiniz. O hissələr ki yavaş göstərir, o hissələr ki sürətlidir, sürətli göstərir və siz belə ünvanınızı göstərə bilərsiniz. Sonra əsas hissələr ki bizim üçün lazımdır, hamısını izahat vermirəm. Biri crop'dır. Yadınızdadır, sizə demişəm ratioları ki YouTube üçün məsələn 16, məsələn bu 16:9'dur, YouTube üçündür. Mənim üçün bu lazım deyil. Instagram üçün 3-4 lazımdır. Ya 9-16 lazımdır. Amma hələ bu video dərs üçün belədir. Bu YouTube sayısıdır. Aşağıda amma deyir ki, nə istəyirsiniz, ona uyğun seçə bilərsiniz razmerlərinizi. 9-16, 16-9 məsələn. Baxın 16-9 YouTube'dur, 9-16 belədir ki Reels üçündür. 1-1 hal-hazırda işləmir Instagram çünki 3-4 oldu. Bu 4-3'dür. Instagram 3-4 oldu, bu oldu. Baxın bu oldu Instagram. Biraz fərqlidir TikTok ilə. Və belə razmeri də dəyişə bilərsiniz. Baxın mən indi dəyişdim məsələn. İstəmədən dəyişdim. Amma yenə də deyirəm, bütün bu editlər bir video üçündür. Əgər hamısını eləmək istəsəz dənə-dənə eləməlisiniz. Baxın, mən indi razmeri ancaq bu hissə üçün dəyişmişəm. Yaxşı. Sonra başqa nə lazımdır? Adjust var burada, baxın adjust. Ki əgər videonun işığını ya hər şeyini düzəltmək istəsəz, buradan işığı çox eləmək, az eləmək, kontrastdır ki daha tund olsun rəngə belə. Hər şey, bunu yavaş-yavaş göz ilə baxa bilərsiniz. Çünki çox uzundur və yavaş-yavaş öyrənərsiniz. O belə bir şey deyil ki, xeyli vacib olsun. Məsələn, bu daha çox günəşli eləyir. Temperaturdur. Temperaturu dəyişir ki, daha soyuq olsun, daha isti olsun belə. Baxa bilərsiniz. Adjust və belə ki, adjust da buradadır. Bu işıq və bu şeyləri düzəlir. Remove background var. Bilmirəm burada işləyir yoxsa yox. Burada o qədər işləmədi. Amma yəni hər şeyi sildi, əllər qaldı. Məsələn. Yəni ki, əksində əllər getsin məsələn. Baxın edə bilərik. Nə? Deyir ki, əllər qalsın. Heç nə. So, bu da oldu. Hələ mən indi bu işi gördüm, peşman oldum. Nəyiniyim? Burada baxın, buradadır. Bir addım əvvəl gedir. Bir addım əvvəl. Hər şey bir addım əvvəl gedir. Yəni, bir addım da axıra qədər gedə bilərsiniz. Sonra gözəllik üçün var, işıq üçün var, amma ödənişlidir. Amma bu şeyləri özünüz öyrənə bilərsiniz. Mən bunları dənə-dənə izahat vermək istəsəm, xeyli vaxt aparacaq. Vaxtımız çatmayacaq. Sizin üçün də səbriniz çatmayacaq. Amma burada məsələn, səs üçündür bəzi işləri görür və amma əsas o şeyləri ki, sizə dedim. Başqaları da baxa bilərsiniz. Sualınız olsa da yorumda yazın, mən sizə cavab verəcəm. Narahat olmayın. Bu da bu hissə. Başqa hissə nədir? Mən indi bu videodan çıxım. Videoda o işlər var idi. İşığı düzəltmək, kəsmək, silmək, sürəti dəyişmək, bu şeylər vardı ki, danışdıq. Səsi bağlamaq. Hələ mən istəyirəm bir musiqi bu video üstündə olsun. Nəsə maraqlı olsun. Burada yazıb audio. Baxırsınız, mən videodan çıxdım. Baxın, videodan çıxdım. Necə çıxdım? Məsələn, burada bir işarə vururam. Elə belə. Harada vursam o çıxacaq. Yəni ki, bunu vururam. Bu. Baxın bu. Bu. Bunu vurdum, çıxdı.
audio var. Buradadır. Audio deyir ki musiqi qoy. Ya bir bunun musiqini çıxart. Məsələn bir music videodur, bir şeydə musiqini çıxartmaq istəyirsiniz. Ki o qədər lazım olmur SMM üçün. Ya musiqi əlavə eləmək istəyirsiniz, ya musiqinizi biraz dəyişmələr eləmək istəyirsiniz, dənə-dənə göstərirəm. Yəni ki, səs yazmaq istəyirsiniz. Gördünüz, məsələn, bir studiodur, video gedir, bir adam da, nəinki bir adam orada, bir adam sonra danışır üstünə. Deyək ki, bizim məsələn salonumuzda bu xidmətlər var, bu. O rekorddur. Yəni mən əgər indi rekordu seçsəm, mənə icazə verəcək ki, başlayım danışmağa. Məsələn, deyim ki, bizim restoranımıza xoş gəldiniz. Bu restoran ailəvi bir restorandır və bütün Azərbaycan mətbəxi və xarici yeməklər bizdə var. Baxın. Bizim restoranımıza xoş gəldiniz. Bu restoran ailəvi bir restoran. Eşidirsiniz yəqin ki, bu mənim səsimdir. Səsimi də düzələ bilərəm. Hətta səsimi dəyişə də bilərəm. Burada məsələn fərqli səslər var. Hala bəziləri gülməlidir, amma yəni var belə effekt. Qorxuducu səslər. Hala mən normalladım. Və bu. Hala yenə çıxıram. Yenə gedirəm soundda, o səsimi də əlavə elədim. İndi sound, musiqi əlavə eləyirəm. Hansı musiqini sevsəm, aha, məsələn, dənə. Bir plus var. Buradadır, baxırsınız. Ya save edə bilərəm, sonra istifadə etmək üçün, yaddaşa saxlayıram, gələcək bura, baxın burada. Amma indi plusu vururam. Baxın. İndi həm mənim səsim var, həm musiqi. İstəsəm silə də bilərəm. Hansını ki əl qoysam, seçsəm, zibilqabı var həmişə burada. Amma hər ikisini istəyirəm. Həm istəyirəm mənim səsim olsun, həm musiqi olsun. Amma indi mənim səsim yaxşı gəlmir. Musiqi üstündə vuranda yenə volüm, yadınızdadır, burada volüm hər yerdə var. Volümu vururam, biraz səsini aşağı edirəm. O səsimi də vururam, daha çox edirəm. Baxın. Bizim restoranımıza xoş gəldiniz. Bu restoran ailəvi bir restorandır və bütün Azərbaycan mətbəxi və xarici. Baxın, həm musiqi gəlir, həm mənim səsim gəlir və bu hamısı burdandır. Yəni mən burada getdim audioya, sound musiqi verir, sound FX dəyişmələrdir və record odur ki, o səsimi yazım. Nə zamanda ki istəsəm, belə vurub effektlər kəsmək burada da var, volüm yasas burada da var, 2 qat eləmək var, zibilqabı var, sürət var. Hər şey ki o video barda vardı, burada dənə-dənə bu laylar üçün də var. Çünki bu laylar var ki, biz üstündə işləyək. Və bu da oldu musiqi. Və videomu qoydum, səsini bağladım. Sonra rekord elədim, sonra musiqi qoydum. Və bu belə oldu. Bizim restoranımıza xoş gəldiniz. Aha. Sonra çıxıram. Üçüncü nədir? Yazı. Baxın, yazıb text. Text. Görürsünüz? Teksti vuranda mən istəyirəm nəsə yazım video üstündə. Aha, hala bir yerdə nəsə yazım. Məsələn, yazım boyu kendirin. Ha, yazım məsələn. Ya yazım şok endirim. Yazım şok endirim. Aha. Bunu məsələn yazdım. Bura qoymaq istəyirəm. Şey niyə balaca oldu? Gəlin şeyi də düzələk. Şok endirim. Elə. Yazdım yazımı.
Yuxarıda baxın font var. Baxırsınız buraya mavi ilə göstərirəm. Font, style, effect, animation hamısı buradadır. Burada fontu dəyişə bilərəm. Fərqli fontlar var. Amma fikir verməlisiniz, çünki Azərbaycan əlifbası biraz fərqlidir. Əgər belə seçsəm, ş başqa cür qalacaq. Baxın, bilmirəm görürsünüz yoxsa yox. Hər şey dəyişib, ş normal qaldı. Bu pisdir. Cəhd eləyin, bir alfabet tapın ki, ş də onunla dəyişsin. Məsələn, burada dəyişib ş də. Baxın, gətirin, bilmirəm, burada baxırsınız. Burada ş dəyişib, amma burada ş dəyişməyib. Köhnə, yəni normal fontda ş qaldı, başqaları dəyişib. Bu xeyli pis olur. Ona görə fikir verin ki, belə bir alfabet seçin ki, hamısı dəyişsin. Baxın, indi yenə ş qaldı. Məsələn, sistemdə yox, bu yox. Bunlar heç biri yox, amma bu qaldı. Eb yoxdur. Və ya style'ı vurun. Məsələn, burada effektlər də var. Baxın, məsələn, bu effekt. Baxırsınız, hala biraz balaca eləmə olar. Buyurun. Belə. Ailəvi bir restoran. Ya bu. Ailəvi bir restoran. Bu da gözləyin. Bəli. Bu da belə və siz burada başqa style'lar da var. Bir dənə biraz başqa style'lar da var. Necə istəyirsiniz o söz uzunu göstərsin. Hara getdi o söz? İki dəfə üstündə vururam. Bu gəldi. Bu söz istəyirsiniz necə olsun? Effektlər var. Bu qələm ilə işləmir, təəssüf ki. Effektlər var, animationlər var. Bu da yenə fərqli model yazmaqdır ki, gəlib gedir. Dənə-dənə baxa bilərsiniz. Yəni bunlar çətin bir şey deyil. Hansı da xoşunuz gəlir, dənə-dənə yoxlaya bilərsiniz. Mən indi bu pinki seçdim. Hala bu söz pinkdir, mən sözü yazıram, indir. Sonra da seçirəm, əl ilə. Baxın, əl ilə getirirəm. Bu küncdə bunu baxın. Bununla balaca edə bilərəm onu. Baxın. Belə. Hala, niyə 2 dənə oldu? Çünki baxın, aşağıda 2 lay var. Sarı laylara baxırsınız. Hər bir dəfə ki, mən burada add text-i vursam, buradadır. Baxın, ən aşağıda. Mən bir dənə əlavə yazı yaza bilərəm. Yəni siz məcbur deyilsiniz bir yazınız olsun. Siz hər 10 saniyə bir şey yaza bilərsiniz və sonra bunları əl ilə saxlayıb deyə bilərsiniz ki, məsələn, biraz gətirim videonun başlıqda bu başlasın, sonra biraz keçsin, bu gəlsin, sonrası başqa şeylər gəlsin. Dənə-dənə yazıb əl ilə saxlayıb gətirirsiniz filan saniyədən filan saniyəyə qədər. Ya hətta üstünə vurub bu ağ xətlərə baxın, bunlar. Biraz daha qısa edə bilərsiniz. Məsələn, desək, ancaq 2 saniyə olsun, getsin. Bu qədər olsun, getsin. Və bu da yazı. Və yazı effektlərdə gördünüz ki, dəyişmə olar, hər şey var. Bu da yazı. İstəmirəm video xeyli uzun olsun. Effektlər. Ki, dedim effektləri. Overlay nədir? Burada overlay var. Sizin üçün o qədər indi lazım deyil, amma overlay o zamandır ki, siz başqa bir video çəkmək istəyirsiniz. Məsələn, belə. Və o video gəlir, o biri video üstündə gəlir. Məsələn, bir mütəxəssisdir, bir mövzu barədə danışır, eyni zamanda istəyir ki, bir videoda qoysun ki, budur məsələ, o məsələ. Ya bir həkimdir, bir xəstəlik barədə danışır, bir videoda istəyir ki, sağda olsun, nəsə göstərsin o barədə.
ya bir mühəndisdir, bina məsələn tikir, o bina barədə istəyir ki, nəsə yanında olsun. Belə overlay edə bilərsiniz. Bir hissə videonu gətirib orada qoyursunuz. Belə lay kimi gəlir. Eyni işləri, səs bağlamaq, hər şey onun üçün də edə bilərsiniz. Hər lay üçün xüsusi işlər, effektlər edə bilərsiniz. Sonra bir var caption ki, bu Azərbaycan dilindən işləmir. Çünki auto caption'dır. Yəni ki, özünüz əl ilə yaza bilərsiniz, o da problem yoxdur. Amma o captionlar ki, baxırsınız YouTube-da belə gəlir gedir, o daha çox türk dili fikirləşirəm. Belə ki, mən bilirəm Azərbaycan dili yoxdur. Baxın, türkçə var, ingiliscə var, rusça var, rusça da var. Yəni əgər siz o dillərdə danışsaz, özü sizin üçün subtitle yaza bilər. Amma Azərbaycan dilində danışsa edə bilmir. Mən yoxlamışam özüm. Amma özünüz əl ilə yaza bilərsiniz ki, məncə ehtiyac yoxdur. Yəni ehtiyacınız yoxdur SMM üçün bu işi görün. Və bu da caption'dır. Filter də yenə filtrlərdir ki, videonuzu ümumiyyətlə bir filtr qoya bilərsiniz üstünə. Bu rənglər, modellərdir ki, dənə-dənə qoya bilərsiniz, yoxlaya bilərsiniz. Adjust da sizə izahat verdim. Ümumi bir işıqdır ki, fikirləşirəm belə eləsəz neçə video olsa hamısına verir. Yəni lazım deyil tək-tək eləmək. Çünki ümumi göstərir burada. Burada yenə aspect ratio var. Bunları ayrı qoydum. Məncə əgər bunu belə eləsək, bütün videolar yox, eyni şeydir. Eyni şeydir. Ki hər bir video ayrıdır. Kömək eləmir, xüsusi bir kömək yoxdur. Və başqa şeyləri də aspect ratio da sizə dedim. Speed də dedim, replace də dedim, duplicate də dedim. Və burada deyil. Aha, burada. Background da əgər arxa fonunuzu silsəz, buradan background qoya bilərsiniz. Məsələn, mən burada background qoyum bu rəng. Baxın, videonun arxasına gəldi. Bu rəng, bu rəng. Əgər video tam olsa, ölçü düz olsa lazım deyil, o heç o göstərmir. Amma biri var ki, siz videonuz belədir, amma siz 3-4 istəyirsiniz, ya 16-9 istəyirsiniz, 3-4 istəyirsiniz, bir növ onun üçün çərçivə düzəlin. Bu o işi görür. İndi mənim videom 16-9'dur, amma mən 3-4 istəyirəm, məsələn, Instagram üçün. Ona görə gəlirəm, bu rəngi qoyuram, hala məsələn, ya ağ qoyuram, ya belə bir rəng qoyuram, arxa fonum üçün. Məsləhət vermirəm, qəşəng deyil belə bir şey, amma yəni bu işi də görə bilər ki, sizin üçün belə 3-4 versin. Hətta əgər videonuz 16-9 olsa, siz gəlib bu hissə ilə burası background. Baxırsınız, background ilə ilk burada ratio'nuzu seçərsiniz, sonra gelirsiniz background rənginizi də qoya bilərsiniz. Hər şey bitəndən sonra gəlirik o yuxarı ki, ilk görə bilmədiniz keyfiyyəti seçirsiniz və sonra nə edəcəksiniz? Mən indi keyfiyyəti azalıram ki, tez bitsin sizə göstərim. Sonra export ki, mavi buradadır. Baxın, yuxarıda mavi yazıb export. Mən onu seçirəm və baxın, bir müddət vaxt aparır ki, bu çıxsın buradan, gəlsin qaleriyaya. Və bu ki, nə qədər vaxt aparır, həm videonun həcmindən asılır, həm telefonun gücündən. Yəni ki, telefon çox güclü olsa, bu daha tez bitəcək. Gedək, qaleriyaya baxaq. Məsələn, bu. Baxın. Bizim restoranımıza xoş gəldiniz. Məsələn. Restoran, ailə... Baxın, bu da o biri videodur ki, üstündə qoydum. Bütün Azərbaycan mətbəxi və xarici yeməklər. Belə düzələ bilərsiniz. Hələ bu mübtədi dərsimiz oldu. İstəmədim xeyli uzun olsun. Belə uzun istəmədim olsun. 35 dəqiqə oldu. Cəhd elədim ki, qısa konkret hər şey sizə izahat verin. Başqa hissələr də ki, başa düşmədiniz, neçə dəfə bu videonu baxa bilərsiniz. Əgər bəzi şeylər də nəzərinizə gəlsə ki, mən izahat vermədim ya belə bir məsələ olsa, yorumda yazın mütləq. Mən sizə cavab verəcəm. Narahat olmayın, işləyin.
Baxın necə olacaq, fikirlərinizi mənim üçün yazın, biraz kanalı dəstək eləyin ki, mən sizin üçün inşallah bu dərsləri davam eləyim, paylaşım. Yaxşı inşallah öyrənəcəksiniz. Bu qədər. Özünüzə yaxşı baxın. Sağ olun.